tarixin axarını dəyişmək. Qaranlıq bir dövrdə ilk cığır açmaq hər kəsin işi deyil. Bunun üçün polad kimi iradə, təmənnasız fədakarlıq lazımdır. Azərbaycan mədəniyyətinin göylərində parlayan elə bir sima var ki, o adını tariximizə ilklərin ilki kimi həkk etdi. Səkinə xanım Axundzadə. 1865-ci ildə Qubada başlayan bu ömür xalqın maariflənməsinə verilən müqəddəs bir qurbandır. O böyük xeyriyyətçi Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində ilk müəllimlərdən oldu. Qızların savad alması üçün evini məktəbə çevirən Səkinə xanım təkcə ədəbiyyat öyrətmədi. O 1922-23-cü illərdə nəşr olunan yeni türk əlifbası dərsinin həm müəllif olaraq bir millətin savadlanma islahatına mühüm imzasını atdı. O Azərbaycanın ilk qadın dramaturqu, ilk qadın rejissoru və ilk romantisti idi. Yazdığı Şəhzadə Əbülfəz və Rəna xanım əsəri ilə qadın nəsri üçün qapıları taybatay açdı. Zülmün Səmərəsi pyesi Hüseyn Ərəbi Misrinin, Abbas Mirzə Şərifzadənin ifasında teatr səhnələrini lərzəyə gətirəndə Azərbaycan qadının intellektual gücü bütün dünyaya səs salırdı. Amma talih ona qarşı amansız idi. 2 dəfə sevdiyi həyat yoldaşlarını itirib dul qalan Səkinə xanımın ən böyük yarası övlad dağı oldu. Onun min bir əziyyətlə böyütdüyü alim oğlu Yusif Ağabəyov 1937-ci ildə qanlı repressiya burulğanında güllələndi. Dövrün dəhşətli qorxusu yerə çatdı ki, Səkinə xanımın qələmindən çıxan əvəzsiz əsərlər repressiya alovundan qorunmaq üçün doğma qohumları tərəfindən yandırıldı. Əsərləri yandırılsa da, açdığı yol heç vaxt sönmədi. 1927-ci ildə bu dünyadan köçən və Bibi Heybətdə oynayan Səkinə xanım Axundzadə bugün azad və savadlı Azərbaycan qadınının simasında yaşayır. Ruhun şad olsun, tarixin cəsur qadını. Sənin açdığın cığır bugün böyük bir nura çevrilir.